Mən Cəlilabad rayon Albalan kənd sakini Teymurov Arzuman Əyyəroğlu. Bir neçə ildə arıçılıqla məşğulam. Kəndimiz Talış Sıra dağlarının ətəyində yerləşir. Bəzən çox yerlərdə Cəlilabad deyəndə Cəlilabad hər kəs aram başa düşür. Yəni Bakıda deyirsən Cəlilabad, başqa yerlərdə bölgələrdə Cəlilabad deyəndə hamı Cəlilabadı aran kimi bilir. Amma elə deyil. Cəlilabadın ən gözəl bölgələri var, ən gözəl cənnət məkan yerləri var. O cümlədən bizim də kəndimiz o gözəl Talış Sıra dağlarının ətəyində yerləşən bir kənddir. Arıxanamız da bu kənddə yerləşir. Arıxanamızın adı da elə kəndimizin adı ilə bağlıdır. Albalan arıçılıq qoymuşam arıxanamın da adı. Hal-hazırda arılarımız Qaratükana işləyir. Şükürlər olsun Allaha, inşallah may balımız olacaq. Yəni Qaratükən balı da bildiyimiz kimi brend ballar sırasında gedən ballardandır. O cümlədən Qaratükən balın şəkəri, təzyiqi olan adamlar da istifadə edə bilir. Buyurun bir dənə şey açacağım, baxaq. Bax belə bir nastavkalar yerləşdirmişəm arılara. Yəni bunlar şansız, şan qoymuruq buna. Arılar özləri çəkirlər bu şanı. Yəni şanlı bal istəyənlərə biz bu baldan təqdim eləyirik. Arada qalxım. Şükürlər olsun, maşallah. Şey az qalır. Yəni bunu arıçılar bilər yaxşı. Bu erkək qovucuqdur. Görsən şan qoymamışam deyə özü şan ördüyünə görə erkək qovucuq örüb. Artıq pərdəliyir yavaş-yavaş doldurub pərdəliyir. Bu üzündə az qalıb inşallah yaxın zamanlarda yəni pərdəliyib qutaracaq. Pərdəliyib bitirəndən sonra götürüb müştərilərimizə göndərəcək inşallah. Baxayım. İnşallah arılarımız hal-hazırda Qaratükən balına işləyir. Allahın köməkliyi məncə hər şey yaxşı olmalıdır. Elə belə. Çıxarda bilsəm. Maşallah bir tərəfin blomlayıb gördüyünüz kimi bu tərəfində artıq doldurub gözlər balla doludur görürsünüz. Pərdələyəcək 1-2 günə inşallah pərdələyəcək balı. Demək olar ki hazırdır. İnşallah bunu qoyum bura. Yəni çıxardacağım. Bunlar isə bizim ana mayalanma qutularımızdır. Yəni neklos deyirik biz. Ana arılar yetişdirdiyi yeşikdə sonra isə bunlara kokun deyirik. Onda paylanır və bunlarda mayalanır. Mayalanandan sonra həm özümüz istifadə edirik, həm də satış məqsədi, yəni satış deyirik bu analardan. Analarımız sort analardır, yəni seleksiya olunmuş arılardır. Damazlığımız superdir, yəni bakvasdır, elqon. Çox gözəl arıdır, yəni sakitçiliklər də arxanamızda da yəni göz qabağındadır. Buna dalaq deyirik. Biz görsən dalaq hörüb yumurta da atıb buna. Ramka bir dənə əskiyi qoyduğuma görə onun üçün dalaq hörüb. Ana arımızda bax, bu da. Qaskalamışam, maşallah.